Hepinizi salamlayıram değerli abituriyentler, şagirdlər və müdavinlər. Bugünkü YouTube izah videomuzun mövzusu Hun dövlətidir. Tam adı ilə desək, Asiya Hun dövləti. Asiya Hun dövlətindən danışmamışdan əvvəl biz biraz türklərdən danışmalıyıq. Türklər dedikdə sonraki adlarına Hunlar, Göytürklər və s. deyə bilər ki, bunların hər birisi ümumi türk xalqları kimi gedir və onlar Mərkəzi Asiyanın şəriksiz lideri olmuşdular. Yəni Mərkəzi Asiyanın tamamilə onların hakimiyyəti altında olmuşdu. Lakin bir müddətdən sonra onlar köç etməyə başlamışdılar və gələrək Avropa qitəsinin ətrafında öz dövlətlərini yaratmışdılar. Bəs Hunlar kimdir? Hunlar isə köçəri tayfalardır. Onlar köçmüşdülər, əkinçilik, maldarlıqla, xüsusən atçılıqla məşğul olmuşdular və öz dövlətlərini yaratmışdılar. Onların ilk yaranan dövləti də məhz Asiya Hun dövlətidir. Asiya Hun dövlətinin yaranması eradan əvvəl 221-ci ildir. Dövlətimizin banisi isə Teoman Tanhudur. Teoman Tanhu. Tanhu hökmdara verilən addır. Yəni Tanhu demək hökmdar deməkdir. Teoman Tanhu eradan əvvəl 221-dən 209-cu ilə qədər hakimiyyətdə olur. Bu hakimiyyəti illərində qoşuna xüsusən diqqət yetirir. Onlar xüsusən süvarilərdən çox istifadə edirdilər. Yəni döyüş taktikaları ona görə Çinlilərdən xeyli fərqlənirdi. Çinə tez-tez hücumlar edirdi. Məhz ona görə də Teoman Tanhu'nun, yəni ümumən Hunların hücumlarına qarşı eradan əvvəl 214-cü ildə Çin səddi tikilməyə başladı. Tikilməyə başladı. Diqqət edirik, yəni başlaması Teoman Tanhu'nun hakimiyyət illərindədir. Teomanın ölümündən sonra hakimiyyətə onun oğlu Mete Tanhu gələcək. Mete Tanhu da eradan əvvəl 209-dan gələcək, ta ki eradan əvvəl 174-ə qədər. Atasından fərqli olaraq bir dənə işğalı var. Monqol və Tibet tayfalarını özünə tabi edəcək və dövlətin sərhədlərini genişləndirəcək. Sonra isə Çinə səfər edəcək. Daha doğrusu Çinə yürüş edəcək. Səfər deməyək, xoş niyyətli olmadığına görə yürüş deyək. Çinə yürüş edəcək. Davamını hardan yazaq? Buradan. Çinə yürüş edəcək və tərəflər arasında eradan əvvəl 200-cü ildə Pinçen döyüşü baş verəcək. Pinçen döyüşü. Bu döyüşdə Hunlular Turan taktikasından istifadə edib, yəni türklərin taktikası olan Turan taktikasından. Pinçen döyüşündə Hunlar təbii ki də qalib gələcəklər, Çinlər məğlub olacaqlar. Elə həmən ildə Pinçen müqaviləsi imzalanacaq, yəni 200-cü ildə müqavilənin şərtlərinə görə Çinlilər Hunlulara xərac verməlidirlər, təzminat verməlidirlər, yəni xərac deyək bu dövr üçün. Bir də Çinin ticarət yolları Hunların nəzarəti altına keçməlidir. Məhz bu müqavilədən sonra Hunun ərazisi böyüdüyünə görə biz ona artıq imperiya deyirik. Çünki imperiyanın bircə dənə şərti var, o da ərazisinin genişlənməsi. Ona görə də artıq deyirik ki, biz Hun imperiyası. Bəs bu qədər güclü olan bir dövlət necə olacaq ki, parçalanacaq? Bu Hunların hər şeyi yaxşıdır, gözəldir, amma bir dənə mənfi cəhətləri var. O da nədir? Çinli qızlara olan zaafları. Çinli qızlarına onları sevirlər, evlənirlər, xoşlarına gəlir və s. Çinli qızlar da gəlir, bunların evini qurmaq yerinə evini dağıdır və bu hadisə də Hun dövlətimizin sonunu gətirəcək. Elə dövlətin süqutuna yaxınlaşmış dövlət yavaş-yavaş zəifləyirdi, parçalanmağa doğru gedirdi. Belə bir anda da anası Çinli olan Çiçi Tanhu qardaşına qarşı, türk olan qardaşına qarşı bir-birinin o çəkməmək bir durumu olur. Bu deyir dövləti mənə idarə edeyim, o deyir dövləti mənə idarə edeyim və beləliklə dövləti eradan əvvəl 58-ci ildə iki qardaş öz aralarında bölürlər və gedir qərbi, bir də şərqi. Qərbiyə elə Çiçinin özü rəhbərlik edir və bu da gedəcək eradan əvvəl 36-cı ilə qədər, şərq isə sonradan dağılacaq və digər dövlətlərin tərkibi altına qatılacaq. Hunlarda yurd çox önəm kəsb edir. Şamançılıq dini onlarda istifadə olunan dinlərdən biri idi.